Bu tipli xəbərləri qaçırtmamaq üçün kanalımıza abunə olun. Salam əziz izləyicilər, sizə 22 avqust 2026-cı il şənbə günü üçün Azərbaycanın bölgələrində gözlənilən hava şəraitini təqdim edirik. Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən avqustun 22-də Azərbaycanın əksər rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bununla belə gün ərzində bəzi dağlıq ərazilərdə qısa müddətli leysan xarakterli yağış yağacağı və şimşək çaxacağı ehtimal olunur. Gecə və səhər saatlarında bəzi dağlıq ərazilərdə duman müşahidə edilə bilər. Küləyin isə qərb istiqamətində əsəcəyi, ayrı-ayrı yerlərdə arabir güclənəcəyi bildirilir. İndi isə bölgələr üzrə hava şəraitinə nəzər salaq. Bakı və Abşeron yarımadasında hava əsasən yağmursuz olacaq. Gün ərzində mülayim külək əsəcək. Temperaturun yüksək olması səbəbindən xüsusilə günorta saatlarında isti hava şəraiti müşahidə ediləcək. Aran rayonlarında, o cümlədən Kür-Araz ovalığında hava əsasən açıq və ya yağmursuz keçəcək. Burada gün ərzində temperatur daha yüksək olacaq. Aran rayonlarında havanın maksimal temperaturunun təxminən 31-36 dərəcə isti təşkil edəcəyi gözlənilir. Gəncə, Qazax bölgəsində də əsasən yağmursuz hava şəraiti proqnozlaşdırılır. Gün ərzində isti hava üstünlüyü təşkil edəcək. Ayrı-ayrı dağ ətəyi ərazilərdə küləyin arabir güclənməsi mümkündür. Şəki-Zaqatala bölgəsində hava əsasən yağmursuz olacaq. Lakin dağlıq ərazilərdə gün ərzində qısa müddətli leysan xarakterli yağış və şimşək ehtimalını nəzərə almaq lazımdır. Gecə və səhər saatlarında bəzi yerlərdə duman yarana bilər. Bu, Qusar, Xaçmaz və ətraf rayonlarda da əsasən yağmursuz hava gözlənilir. Dağlıq ərazilərdə isə hava şəraitinin qısa müddət ərzində dəyişməsi mümkündür. Dağlıq və dağ ətəyi rayonlarda, o cümlədən Şamaxı, İsmayıllı, Qəbələ, Qax, Şəki, Qusar və digər yüksək ərazilərdə gün ərzində lokal leysan yağışları və şimşək ehtimalı var. Bu səbəbdən həmin ərazilərə səfər edənlərin hava şəraitindəki dəyişiklikləri nəzərə almaları tövsiyə olunur. Qarabağa və Şərqi Zəngəzur bölgəsində də hava əsasən yağmursuz keçəcək. Dağlıq ərazilərdə qısa müddətli yağış ehtimalı istisna edilmir. Temperatur Aran və dağlıq ərazilər arasında fərqli olacaq. Naxçıvan Muxtar Respublikasında əsasən yağmursuz hava şəraiti gözlənilir. Gün ərzində isti hava üstünlüyü təşkil edəcək. Lənkəran Astara bölgəsində isə hava əsasən yağmursuz keçəcək. Ayrı-ayrı dağlıq ərazilərdə qısa müddətli yağış ehtimalı mümkündür. Ümumilikdə 22 avqustda Azərbaycanın rayonlarında gecə temperaturu 21-25, gündüz isə 31-36 dərəcə isti olacaq. Dağlıq ərazilərdə gecə temperaturu 10-15, gündüz isə 18-23 dərəcə isti təşkil edəcək. Beləliklə, şənbə günü ölkənin böyük hissəsində isti və əsasən yağmursuz hava gözlənilir. Dağlıq ərazilərə gedənlər isə qısa müddətli leysan, şimşək və duman ehtimalını nəzərə alsınlar. Əziz izləyicilər, 22 avqust üçün Azərbaycanın bölgələrində gözlənilən hava proqnozu belədir. Daha çox hava məlumatı və gündəlik xəbərlər üçün kanalımıza abunə olmağı, videonu bəyənməyi və bildirişləri aktiv etməyi unutmayın. Növbəti hava proqnozunda görüşənədək sağ olun, salamat qalın.